Təsəvvür edin ki, bir suyu, kölgəsi olmayan çöldə qalmısınız və istinin təsiri ilə haldan düşmüsünüz. Amma Allaha şükür ki, sizin əlinizdə bir xəritə var. Sizi suya aparacaq bir xəritə. İndi daha istinin şiddəti sizi yolunuzdan döndərməməlidir. Yad birinin sözü ilə yolunuzu dəyişməməli, əksinə səbir və qətiyyətlə o düzgün istiqamətdə irəliləməlisiniz ki, sonunda suya çatasınız. Allah Qur'an-ı Kərimdə Cin surəsinin 16-cı ayəsində gözəl bir vəd verir. وَأَنِ لَوْ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُمْ مَاءً غَدَقًا. Əgər onlar o yolda, haqq yolda sabit qalsaydılar, biz onlara bol-bol su nemətlər içirərdik. Yəni, əgər doğru yolda möhkəm dayansaq, Allah bizə ən gözəl nemətləri bəxş edəcək. Bu, elə bil çöldə bir bulağa çatmaq kimidir. Uzaqdan onu görürsən, nəhayət yetişirsən və o saf, soyuq su sənə can verir. Amma istiqamət nə deməkdir? Yəni, yorulanda, darıxanda və ya asan bir yola sapmaq fikri gələndə, yenə də düzgün yolu tərk etməmək. Bu anda səbir və əzm vacib olur. Unutmayaq ki, doğru yolda səbirli olmaq bizə böyük və dəyərli nemətlər gətirə bilər. Həm bu dünyada, həm də axirətdə.